Diqqətli olun, Bərdə rayonunda bazarda satılan nehrə yağı və pendirlərin tərkibində bakteriya aşkarlanıb. Qida Təhlükəsizliyi Agentliyinin keçirdiyi yoxlama zamanı müəyyən edilib ki, bu məhsullar mənşəyi məlum olmayan süd məhsullarından hazırlanır. Təmiz nehrə yağıdır. İsmailli, bəli. İsmaildə o evlərdə hazırlanır, evlərdən yığıb gətirir bizdə. Bilirəm, kətlərdən yığırıq bir adamla, qohumla. Əsas o ki, tanıdığımızdır. İlanım yoxdur. Paytaxt bazarlarına rayonlardan gətirilən nehrə yağlarının qiyməti digər kərə və bitki yağlarından heç də ucuz deyil. Heç bir laborator analizdən keçmədən süfrələrimizdə əsas qida məhsullarından birinə çevrilən nehrə yağı adı altında bəhbəhlə yediyimiz bu yağların heç hazırlanmasından çoxlarımızın xəbəri yoxdur. Bu məhsulların satışını həm bazarlarda, həm marketlərdə, həm də küçələrdə rast gəlmək mümkündür. Əlimdəki bu nehrə yağının çəkisi 1 kiloqram, qiyməti isə 10 manatdan 25 manata qədər dəyişir. Bəs bu məhsulların tərkibinin keyfiyyətli olub-olmaması, təbii olması bir yana, bəs hazırlanması zamanı gigiyenik qaydalara və laborator şəraitdə hazırlanmasına riayət olunurmu? Deyirlər, nehrə yağına digər qatqılar qatılır. Vallahi mən onu bilmirəm. Azından bilirik ki, bu inəyin məhsuludur, südün məhsuludur. Satıcı deyir ki, o kərə yağını İsmaillidən şəxsi təsərrüfatdan əldə edir. Hətta həmin sahibkarın səyyar laboratoriyasının olmasını da iddia edir. O yoxlanılır, sonra buraxılır da. Harada yoxlanılır? Elə İsmailin özündə. Hansı laboratoriyada yoxlanılır? Laboratoriya, süd məhsulunun öz laboratoriyası var da orada. Bazarlarda da nehrə yağı adı altında kərə yağı satan satıcılar məhsullarını bəhbəhlə tərifləyirlər. Amma həmin yağın necə və hansı şəraitdə hazırlanmasından çox güman ki, özləri də məlumatsızdırlar. Yine başqa qatqıların qatılıb-qatılmamasını necə bilə bilərik? Yox, onların ikisi də təmiz yağdır. Biri çiyə yağıdır, biri xırdalar nehrə yağıdır. Bəzi aidiyyatı dövlət qurumları paytaxt bazarlarında pərakəndə satışı həyata keçirilən bu yağların keyfiyyətinə nəzarəti necə həyata keçirir? Nehrə yağı adı altında satırlar. Alırsınız o yağları? Yox, sözünüzü buradan yox, rayondan alırıq. Bazardan kağıt almıram. Qida Təhlükəsizliyi Agentliyindən isə bildirildi ki, süd məhsulları yüksək riskli qida məhsulları hesab olunduğu üçün belə qida məhsullarının satışı da qida təhlükəsizliyi norma və tələblərinə uyğun həyata keçirilməlidir. Bir daha nəzərə çatdırırıq ki, bazarlarda sanitariya, gigiyena qaydalarına, mal qonşuluğu prinsiplərinə ciddi riayət olunmalı. Tez xarab olan məhsulların, o cümlədən ət, balıq, süd məhsullarının satışı üçün sahələr soyuducu dolab və ya vitrin, həmçinin dondurucularla təchiz edilməlidir. Agentlik bir daha istehlakçıları bu cür qida məhsullarını alarkən etiket məlumatları ilə tanış olmağı, o cümlədən etiketi üzərində göstərilən saxlama şəraitinə əməl edilməsinə, istehsal tarixi və yararlılıq müddətinə diqqət yetirilməsini, müşahidatçı sənədlərinin tələb edilməsini tövsiyə edir. Qida məhsullarında uyğunsuzluq aşkarlandığı təqdirdə istehlakçılar öz hüquqlarını satıcıdan tələb edə, eyni zamanda agentliyin 1300 çağrı mərkəzinə zəng vuraraq müraciət edə bilərlər. Rəşad Vəkiloğlu, Nadir Zəlilov, Space xəbər.